Ermənistanın baş naziri Nikol Paşinyan yeni imici ilə gündəmə gəlib. Baş nazir şlyapalı görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Qısa video çarxda onun sakinlərlə səmimi anları, şəhərdə gəzintisi yer alıb. Onun həmin görüntüləri sosial şəbəkələrdə müzakirələr yaradıb. Xalq artisti Yusif Eyvazov Rus mediasına müsahibə verib. Opera ifaçısı bir müddət əvvəl boşandığı həyat yoldaşı Rusiyanın xalq artisti Anna Netrebkodan danışıb. O bildirib ki, ayrılsalar da münasibətlərini davam etdirirlər. Bir-birimizə çox yaxınıq, münasibətimiz çox əladır. Onun mənə doğma olması heç vaxt dəyişməyəcək. Ona görə də bizim səhnədə rollarımız gözəl alınır. Qeyd eləyək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Anna və Yusif ötən il 10 illik evliliklərini sonlandırıb.